Salam, xoş gördük sizi, hörmətli izləyicilərimiz. Bilirsiniz ki, Respublikamızda ali təhsil sistemində müxtəlif institutlarımız, universitetlərimiz fəaliyyət göstərir. Bu universitetlər içərisində bugün sözün həqiqi mənasında yüksək reytinqə malik olan, çox dəyərli elm adamlarının çalışdığı bir təhsil müəssisəmiz var. Bu bizim İqtisad Universitetidir. Bugünkü qonağımız İqtisad Universitetinin dosenti, İqtisadiyyat üzrə fəlsəfə doktoru Kəmalə xanım Dadaşovadır. Kəmalə xanım, xoş gəlmisiniz. Xoş gününüzə görə. Nə gözəl. Bizim üçün çox şad oldu sizinlə görüşmək. Mənə də. Əslində, bizim üçün də izləyicinin maraqlıdır ki, Kəmalə xanım haqqında bir balaca məlumat alaq. Həmişə dediyim bir söz var. İnsan özünü gözəl təqdim edə bilir. Bu ən yaxşısıdır. Buyurun, özünü təqdim edin. Təşəkkür edirəm dəvətiniz üçün Zülfiyə xanım. Mən də öz növbəmdə Paragraf TV-nin Təhsil Plus verilişinin izləyicilərini salamlayıram. Bu günləri mən Kəmalə xanım Dadaşova sizinlə görüşünüzə gəlmişəm. Mən dosent İqtisad üzrə fəlsəfə doktoru Kəmalə xanım Seyfullah qızı Dadaşova 1974-cü il sentyabr ayının 10-unda Salyan rayonunun Kürqaraqaşlı kəndində dünyaya göz açmışam. Orta təhsilimi doğulub böyüdüyüm doğma kəndimdə mənim həmyerlim olan Sovet İttifaqı qəhrəmanı Məhərrəm Dadaşovun adını daşıyan Kürqaraqaşlı kənd orta məktəbində almışam. Fərqlənmə qiymətlərlə orta təhsilimi başa vurduqdan sonra ali təhsil almaq üçün Respublikamızın paytaxt şəhəri Bakı şəhərinə üz tutmuşam. Bakı şəhərində Bakı Əmtəşnaslıq Kommersiya İnstitutunda ali təhsilimin həm bakalavr pilləsini, həm magistr pilləsini fərqlənmə diplomlarla bitirdikdən sonra mən institutun o zamanki rəhbərliyinin təkidi ilə institutun standartlaşdırma və sertifikasiya kafedrasında böyük laborant vəzifəsində işə başlamışam. Kəmalə xanım, çox gözəldir və maraqlıdır. Nə üçün məhz həmin ixtisası seçdiniz? Hardan idi bu istək sizdə? Əslində, mən ixtisası seçəndə bizim institut Gəncə Texnologiya İnstitutunun Bakı filialı idi və orada belə bir ixtisas mənim diqqətimi çəkmişdi. Qida məhsullarının keyfiyyətinə nəzarət. Və bu ixtisas məndə çox maraq oyatmışdı və mən sənədlərimi məhz bu ixtisasla əlaqədar olaraq Texnologiya İnstitutunun Bakı filialına vermişdim. Və instituta qəbul olunanda artıq Texnologiya İnstitutunun Bakı filialının yerində Bakı Əmtəşnaslıq Kommersiya İnstitutu yaradılmışdı və mən həmin institutun ilk məzunu olmuşam. Və həmin ixtisasdan da ilk məzun olmuşam və ona görə də institutun rəhbərliyinin təkidi ilə həmin kafedrada böyük laborant vəzifəsində saxlanılmışdım. Hər bir insanın həyatında maraqlı anlar var. Kəmalə xanım İqtisad Universitetini qutarıb. Bəli. Və onun tələbə yoldaşları içərisində kimlərsə olub. Bəli. Və günlərin bir günündə nə baş verir? Demək, belə deyək ki, mənim tələbə yoldaşlarımın, yəni biz ki, həmin Bakı Əmtəşnaslıq Kommersiya İnstitutunun ilk məzunları olduğumuza görə həmin il magistraturada təhsil alan 23 magistrdan 11 nəfərini həmin institutda müəllim qismində, böyük laborant qismində saxlamışdılar, bəli. Və onlardan biri də mən olmuşdum. Və ikincisi isə sizin? İkinci, belə deyək, mənim övladlarımın atası Emil Əliyev, düzdür, eyni ixtisası bitirməmişik. O, qeyri-ərzaq mallarının əmtəşnaslığı ixtisasını məzun olmuşdu. Çox gözəl. Əslində, yeni həyatınızı eyni ixtisas adamlarla bölüşmək, hekayənizi danışacağıq. Amma bir müəllim kimi, bir elmi dərəcəsi olan alimimiz kimi bizim üçün maraqlıdır Kəmalə xanımın elmi fəaliyyətinin sonraki dövrü.
Bəli. Yəni hər biri bilirsiniz ki, elmi işçinin, müəllimin müəyyən kitabları hazırlayır, proqramlar, dərsliklər və biz görürük ki, sizin çox zəngin təqdim etdiyiniz bu bizim üçün və tamaşaçılar üçün xeyli vəsaitiniz var. Çox istəyərdim ki, onlar haqqında ayrı-ayrı məlumat verək. Bəli. Demək, Zülfiyə xanım, mən 3 il institutda əslində 2000-ci ildə dövlətimizin institutların universitetlərə birləşdirilməsi haqqında qərarı oldu. Bakı Əmtəşnaslıq Kommersiya İnstitutu da İqtisad Universitetinə birləşdirildi və 2000-ci ildən mən İqtisad Universitetinin Standartlaşdırma və Sertifikasiya kafedrasında çalışmağa başladım və həmin ildən mənə saat hesabı qaydada dərs yükü aparmağı bəli, tövsiyə etdilər. O zaman mənə kafedrada rəhbərliyi öz müəllimim, texnika elmləri doktoru, professor Nəriman müəllim Məmmədov edirdi və onun tövsiyələri ilə, öyüdləri ilə mən artıq müəllimliklə yanaşı elmi fəaliyyətə də qədəm qoydum, məqalələr yazmağa başladım. 2001-ci ildən artıq kafedrada assistent vəzifəsinə təyin olundum və bu minvalla mən 13 il kafedrada assistent vəzifəsini tutmalı oldum və həmin dövrdə müəllimlərimin tövsiyələri ilə mən elmə addım etdim. Çünki həmin dövrdə bizim kafedra müdürümüz, mənim öz müəllimim, Allah ona rəhmət eləsin, texnika elmləri doktoru, professor Nəriman müəllim Məmmədov. May ayının 10-da onun 90 illik yubileyidir. Hörmətlə, böyük ehtiramla anıram. Müəllimin təkidi ilə, onun verdiyi istiqamətlərlə mən elmə doğru yönəldim və 2007-ci ildə Neftqaz Elmi Tədqiqat Layihə İnstitutuna, o zaman Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nəzdində fəaliyyət göstərirdi bu institut. Həmin institutun dissertanturasına qəbul olundum və layihələrin qiymətləndirilməsi şöbəsində dissertant oldum. Həmin deməli institutda mənə elmi rəhbər, İqtisad elmləri doktoru, professor, çox yüksək səviyyədə ali insani keyfiyyətlərə malik olan, çox humanist və hətta mən onu elmdə və həyatda özümə mənəvi ata bilirəm. Qənimət müəllim Səfərov rəhbərlik etdi və mən Qənimət müəllim Səfərovun rəhbərliyi altında özümün Neftqaz kompleksində məhsulun rəqabət qabiliyyətliyinin yüksəldilməsinin təşkilati iqtisadi məsələləri mövzusunda fəlsəfə doktorluğu dissertasiya işimi başa çatdırdım. 2013-cü ildə isə artıq sənədlərimi Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun nəzdindəki fəlsəfə doktorlarının dissertasiyalarının müdafiəsi şurasına təqdim elədim. 2013-cü ildə mən uğurla fəlsəfə doktorluq dissertasiya işimi müdafiə elədim. Sənədlərimi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim etdim. Kəmalə xanım, çox maraqlıdır. Elə burada biz davam eləyəcəyik. Amma sizin danışığınızdan mənim üçün çox maraqlı bir məsələni xatırlatmaq istəyirəm. Bilirsiniz ki, bu günlərdə Respublikamızda Ulu Öndərin Heydər Əliyevin anadan olmasının 103 illə əlaqəli müxtəlif tədbirlər keçirilir, kitab təqdimatları olur və s. və ilaxırı. Nəyə yadma? Onu geniş danışacağıq, bölüşəcəyik. Amma burada sizin öz müəllimləriniz haqqındakı bu sevginizi ifadə edəndə mən xatırlayıram və siz də xatırlayırsınız. Çox gözəl bir ifadəsi vardı Ulu Öndərin. Mən müəllim adından şərəfli və yüksək tanımıram. Və ən çox da bizə ondan öyrənəcəyim bir nümunə var idi ki, o öz müəllimlərini, ona dərs deyən müəllimlərini hamısını bir-bir hörmətlə xatırlayırdı və hətta görüşə gedəndə olan hər birinə görüş keçirirdi. Və bu hal ki, o insan öz müəllim, əslində biz hər birimiz həyatda qazandığımız uğura görə öz müəllimlərimizə borcluyuq. Çünki onlar bizə sənət veriblər, onlar bizi həyata hazırlayıblar. Və bu keyfiyyət əslində çox yerinə düşdü və hətta tamaşaçılar hiss edir ki, Kəmalə xanım necə həvəslə öz işindən də öz müəllimləri haqqında bu cür danışırsa, bugün Kəmalə xanımı dinləyən onun tələbələri də var. Bu da bir nümunədir bizim üçün. Davam edin, zəhmət olmasa Kəmalə xanım. Demək, 2014-cü ildə
Azərbaycan Respublikasının prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən mənə iqtisad üzrə fəlsəfə doktoru, alimlik elmi dərəcəsi verildi. Bəli, bəli. Və mənim xoşbəxtçiliyim ondadır ki, mən həmin ildən kafedrada baş müəllim, 2018-ci ildən dosent əvəzi vəzifəni tutdum. Və mənim xoşbəxtliyim nədədir Zülfiyə xanım? Buyurun. 2023-cü il Respublikamızda əbədi yaşar Ulu Öndər Heydər Əliyev ili elan olunmuşdu və mən həmin ildə Azərbaycan Respublikası prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görüldüm. Və həmin ildən etibarən İqtisad Universitetinin Mühəndislik və Tətbiqi Elmlər Kafedrasında dosent vəzifəsində çalışıram. Ona icazə verin, mən də bura öz fikrimi söyleyeyim. Buyurun, Bax, buyurun. Yəni, yenə söhbətimiz gəldi Ulu Öndər haqqında. Bəli. Bilirsiniz, mən də bir müəllim kimi çalışanda həmişə fikir vermişəm və sonraki illərdə də peşəmi çox sevirəm. Bəli. Həmişə bir ifadəm var ki, müəllim olmağıma qürurluyam. Və həm də axtarıcı, yaradıcıyam. Bax, siz indi özünüzün kitablarınızdan danışırsınız, digər alimlərimiz. Heydər Əliyev haqqında ilk şey olaraq Azərbaycanda 1998-ci ildə bir yazı yazdım. Azərbaycan müəllimi qəzetində. Layiqli nümunə. Və o da göstərirəm ki, bilirsiniz, biz nə qədər xoşbəxt xalqıq. Bəli. Bu bizim ilahidən bizə bəxş olunan ərazimiz, Bəli. təbiətimiz, Bəli. ilahi sevgimiz bizim insanların çox dəyərli, zəngin, deməli, həm duhalısı, həm zəkası, həm lideri. Bəli. Bax, bu torpaqda yetişir və onların içində bizim Ulu Öndər də var. Bəli. Və sonradan o yazının içərisində müraciət elədim Azərbaycan müəllimlərdən. Təsir işləri ki, bəli, bax, bilirsiniz, onun ən yaxşı nümunəsi. Sonraki bir vəsait hazırladım ki, öyrənən və öyrədən zəka sahibi. Sözə bax, öyrənən və... Çünki elə onun öyrənib öyrətməsi özü bir nümunə idi. Və hər dəfə onun çıxışlarında, onun şəxsi keyfiyyətlərini araşdıranda, missiyasına qarşı olan məsuliyyətini hiss elədikcə, bir müəllim kimi hiss edelim. Bu nümunəni biz gənclərin formalaşmasında istifadə edə bilərik. Bəli. Bax, görürsünüz, bugün sevindirici haldır ki, deyirsiniz ki, bax, fəxrlə deyirsiniz, bəli, burada mən də öz dəyərimi ala bildim. Buyurun Kəmalə xanım, davam eləyək. Təşəkkür edirəm Zülfiyə xanım. Sizinlə çox maraqlıdır. Mən qeyd eləmək istəyirəm ki, Bəli. əslində Azərbaycanda Zülfiyə müəllimə təhsilin dərin tarixi kökləri və ənənələri mövcuddur. Bizim xalqımız təhsilə, öyrənməyə, oxumağa hər zaman həvəs göstərib. Bu indi də belədir. Bəli. Elə bir ailə yoxdur Azərbaycanda ki, o öz övladının təhsil qayğısına qalmasın. Şübhəsiz. Təhsil dövlətin, ölkənin həm davamlı inkişafını, həm artan iqtisadiyyatını təmin eləyən əsas faktorlardandır. İcazə verin bir cümlədə mən deyim, Buyurun, onu tamamlayaq. Deyir ki, cəmiyyətin uğuru təhsildədir. Təbii. Amma təhsilin uğuru onun müəllimindədir. Bəli. Bax, bizim çox hörmətli Kəmalə xanım, bizim ali məktəbdə çalışan, universitetdə dərs deyən Kəmalə xanım bir müəllim kimi münasibətini yenə davam edirə bilər. Bu arada, buyurun, zəhmət olmaz. Təşəkkür edirəm Zülfiyə xanım. Demək, və hər bir xalq Zülfiyə müəllimə öz uğurlu gələcəyinə özünün inşa etdiyi təhsilinin bünövrəsi üzərində ucala bilər. Bəli, bəli. Və bu mənada Ulu Öndər Heydər Əliyevin Azərbaycanda qəbul elədiyi təhsil konsepsiyası bu strateji sahənin daha etibarlı, belə deyək, sütunlar üzərində inkişafına əsas yaratmışdı. Bəli, biz bu strateji sahənin inkişafı istiqamətində Ulu Öndərin yürütdüyü siyasətin mahiyyətini dərindən dərk eləməyimiz üçün həm ümummilli liderin hakimiyyətinin birinci, həm də onun ikinci dövründə bu sahədə onun həyata keçirdiyi
geniş miqyaslı fəaliyyətinə gərək bir balaca olsa bu verilişimizdə nəzər yetirək. Bax, təsəvvür eləyin ki, nə qədər sözlərimiz ardıcıl bir-birini tamamlayır. Onun haqqında yazdığım o, sonra bir poema alındı da, demək olan ki. Və orada çox maraqlı bir cümlələr var. Deyir ki, yada salın o çətin anları. Bəli. Bax, bircə kəlmə söz söylədi. Qalxın, vətəni qoruyağın. Bəli. Əli yalın, silahsız. Bəli. Bir anda milyonlar hazır oldu. Bəli. Meydanlarda. Körpə də əskər oldu. Yadınızda da körpə uşaqlar meydanlarda. Bəli. Bax, bu insanın, bizdə bilirsiniz, deyir, ilahi istəyindən millətimiz istedadlı olub. Bəli. Lideri onun fitri istedadlı olan bir şəxsidir. bəli, bəli. Ona görə onun haqqında ifadə biz işlədirik ki, o bəşəridir. Bəli. Bir elin, bir ölkənin evladı deyil ki, əslində Azərbaycanın bəşəriyyətə təqdim elədi. Onlar da bizim mədəniyyət, elm sahəsində, digər sahələrdə istənilən sayda bizim görkəmli insanlarımız var. Bəli. Və bunlar o qədər çoxdur ki, şükür ilahi məhəbbətindən. Bəlkə də, bax, bu bizim ən böyük xoşbəxtliyimizdir. Və bunların içərisində dövlətin idarəli olmasında xüsusi olan bir liderin və onun xarakterinə baxın. Danışanda, oturanda, istəyir məsciddə, Məkkədə, Kəlbəlada, böyük özü kim olub? Və onun ən xoşbəxtliyi insanın ondadır ki, biz o nümunəni götürək. İnsan gərək bütün məqamlarda məhz özü kimi olsun. Özünü ifadə edə bilsin. Onun ən böyük sevgisi nə idi? Vətən sevgisi idi, dil sevgisi idi. Və onu sevmək azdır deyirdik. Onu gərək sevdirə bilək. Çünki əslində bizim vətəndən öncə nəyimiz var əlavə? Təbii ki, o birinci şərtdir və davam edir zəhmət olmasa. Teşekkür edirəm. Deməli, Ulu Öndərin təşəbbüsü və qarğısı ilə yadınızdadırsa 1970-ci illərin sonları, 80-ci illərin əvvəllərində Azərbaycanda ali təhsilin şəbəkəsinin genişləndirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, yüzlərlə yeni ixtisasların yaradılması istiqamətində böyük işlər görüldü. Və 1982-ci ildə Azərbaycanda 5 yeni ali məktəb fəaliyyət göstərməyə başladı. Demək, çoxlu yeni kafedralar, problem laboratoriyalar və yeni ixtisaslar yaradıldı. Əgər 1960-cı ildə Azərbaycanda cəmi 12 ali məktəb, deməli 105 fakültə, 430 kafedra fəaliyyət göstərirdisə, artıq 1982-ci ildə deməli 136 fakültəni, 530 kafedranı özündə birləşdirən 21 ali təhsil müəssisəsi fəaliyyət göstərmişdi. Və həmin illərdə deməli universitetlər üçün çoxlu yeni tədris korpusları, yataqxana kompleksləri yaradıldı. Bundan başqa universitetlərə gözlənilmədən dəfələrlə səfərlər etmişdi Ulu Öndərimiz və Azərbaycanda güclü elmi pedaqoji potensial yaratmışdı. Və eyni zamanda bax, bu cümlədən mən də orada əlavə edə bilərəm ki, 70-ci illərdə, 80-ci illərdə ən böyük bizim yadda qalan hadisələr içərisində yüzlərlə gəncin ali məktəblərə, digər respublikalarda ən güclü məktəblərə göndərilməsi məhz onun təşəbbüsü ilə. Və bir xatırlayırıq ki, bax, görürsünüz, o tələbələri yola salanda görüşdü. Onları yerlərdə yoxlatdı. Özü də gedəndə görüşürdü. Və deyirdi ki, bax, bugün bu 100 tələbə sabah gəlib Azərbaycanın inkişafına öz sövhəsini verəcək. Yəni, ona görə mən çox şad oldum ki, yəqin tamaşaçılar da bunu təsdiq edir ki, Kəmalə xanım nə qədər gözəl dəqiq statistika verdi ki, yəni bir daha o statistik fakt dediklərimiz təsdiqləyir. Zəhmət olmasa davam eləyək sizin fəaliyyətinizdən bağlı. Ulu Öndərimizin ən böyük, yəni təhsil sahəsində göstərdiyi xidmətlərdən biri də Azərbaycanda mövcud olmayan ixtisaslarda Azərbaycanlı gənclərin SSR-nin müxtəlif şəhərlərində, hətta 50-dən artıq, belə deyək, şəhərlərində 170-ə yaxın universitetdə 15 mindən artıq
gəncin, Azərbaycanlı gəncin təhsil Sonraki alması dövrdə. üçün şərait yaratması olmuşdu. Bəli, Və bəli, bu həmin çox böyük gənclər rəqəmdir. də, bəli, Azərbaycanın elm, təhsil, mədəniyyət sahələrində 80-dən artıq sahədə 250 kadrın yerləşdirilməsi, yəni belə deyək, kadrların çatışmazlığının aradan qaldırılması sahəsində böyük töhfə olmuşdu Azərbaycan Respublikasına. Budur Ulu Öndərin böyüklüyü, budur Bəli, Ulu Öndərin bəli, bəli. vətən sevgisi. Eyni zamanda hərbi quruculuq sahəsində Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması, Yaranması, çoxlu hərbiçi kadrlarımızın dünyanın xarici dövlətlərində yüksək səviyyəli kadrlar kimi yetişdirilməsi, Azərbaycanda milli ordu quruculuğunun yaradılması və eyni zamanda erməni təcavüzünə qarşı mübarizədə iştirak etməsi, bütün bunların hamısında Ulu Öndər Heydər Əliyevin böyük imzası var. Rolu var, imzası var və burada yenə deyək, o vətən sevgisinə. O yazmışam orada, deyir ki, ac olub, ayaq üstə qalmaq olar. Bəli, Lap şəhid də olmaq olar. bəli. Müstəqil olan dövlət gərək yaşasın deyə, müstəqil olan dövlət bəli qorunsun deyə. Bilirsiniz, yer kürəsində çoxlu milli xalqlı dövlətlər var. Amma cəmi 200 belə bir dövlət var. Və o 200 dövlət içərisində müstəqil Azərbaycan dövlətinin olması, onun qorunması, bu illərdə biz onu vərəqləsək, nə qədər böyük bizim qurbanlar vermişik, şəhidlər vermişik. Və bu müstəqilliyin qorunması üçün son dövrlərdən, 90-cı ildən üzü bu yana danışsaq, bizim üçün ən vacib olan cəhət bizim 30 il həsrətini çəkdiyimiz Qarabağ torpaqlarımızın azad olunması üçün verdiyimiz qurbanlar, şəhidləri xatırlamamaq olmaz. Mən hər tədbirimizdə, hər gün, bəli, bax, biz bugün əgər burada oturmuşuqsa, sizinlə bərabər bölüşürüksə, biz ilk növbədə o şəhidlərimizə borçluyuq. Təbii. O qazilərimizə şəfa edirik. Xalqımızın birliyinə borçluyuq. Və dövlət başçının başda olma şərti ilə biz bir ola bildik. Biz hamımız Qarabağlı ola bildik və biz Qarabağımızı azad etdik. Amma qarşıda yeni bir sahə açıldı. Və bugün biz bütöv Azərbaycan haqqında fikirləşirik. Və bugün biz Qərbi Azərbaycandan, ata-baba yurdundan köçürülmüş deməli, insanlarımızın sivil qaydasında öz torpaqlarımıza qayıdılması çox böyük mübarizə aparırıq və maarifləndirilmiş görürük. Bax, bu dəst xət hamısı oradan gəlir. Bu günlərim bizim diqqətimizi bir məqam da çəkir. Kəmalə xanım, sinənizdə çox qiymətli, çox dəyərli bir medal asılıb. Mən çox istəyərdim ki, özünüz bu barədə danışın. Mən də əlavə eləyərəm. Zəhmət olmasın. Zülfiyə xanım, Necə oldu? Demək, mən Vətən müharibəsi dövründə, 44 günlük müharibə dövründə bir an belə olsun şəhid ailələrindən, qazi ailələrindən öz diqqətimi, qayğımı əsirgəmirdim. Və daim onların dərdlərinə şərik olmaq, onların qayğılarına qalmaq, hətta şəhid övladlarına dərs dediyim müddətdə qayğı ilə yanaşmağım, qazi övladlarına qayğı ilə yanaşmağım, bütün bunlar demə o insanların diqqətindən kənarda qalmamışmış. Nə gözəl. 2024-cü il idi, iyun ayının 26-sı yaxınlaşırdı. Demək, ordu günümüz. Bəli, bəli, ordu günümüz. Məni Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinə dəvət etdilər və bu mənim üçün doğrudan gözlənilməz oldu. Mən heç bilmirdim nə məqsədlə dəvət olunuram ora. Və ora çatanda mənə bildirdilər ki, bəs bizə çox saylı müraciətlər olunub sizin haqqınızdakı, bəs bizim İqtisad Universitetində belə bir müəlliməmiz var. Valideynlər təşəbbüs göstəriblər ki, bəs Kəmalə xanım bizə çox qayğı ilə yanaşıb və Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi də özləri belə qərar qəbul ediblər ki, bəlkə
biz Kəmalə xanımı Böyük Zəfər Xatirə medalı ilə təltif edək. Nə gözəl, Və nə bu gözəl. mənim Təbrik edirik həyatımda Kəmalə xanım. həqiqətən ən böyük xoşbəxtçilik Doğrudan oldu da. və doğrudan da mənə çox böyük şərəf verdi bu medalın mənə təqdim olunması və mən onu sevə-sevə sinəmdə daşıyıram. Mən şəhid analarının dizlərini qucaqlayıb, onların dizlərini öpürəm. Onlar bu vətənə o övladları yetişdirdilər ki, onlar Azərbaycan kişisinin qeyrətini, Azərbaycan qadınının ləyaqətini özünə qaytardılar. Mən şəhid xanımlarının əllərini, bir tellərini, ağ bir tellərini qara hörüb, şəhidlərimizin övladlarını böyüdürlər. O anaların həmin saçlarını öpürəm, əllərini öpürəm. Qazilərimizə Allahdan can sağlığı diləyirəm və onların qulluğunda dayanan analarımıza, bacılarımıza səbir, dözüm arzulayıram. Onların qayğılarını sevə-sevə çəksinlər. Bəli, bəli. Kəmalə xanım, bu bizim tariximizin ən şərəfli. Bəli. Məsələn, qələbələr içərisində ən parlaq qələbə yazmışam. Bəli. Və mən də həmin dövrdə bu müharibə başlamışdan öncə gənclərlə bir yerdə xüsusi vebinarlar verirdik. 500 nəfər, 1000 nəfər. Hiss edirdi ki, bizi böyük bir döyüş gözləyir. Və sözün həqiqi mənasında mən xoşbəxt bir müəlliməyəm. Hörmətli dövlət başçısının səhifəsində mənim yazım var. Qələbə münasibəti ilə ki, təbrik edirəm ki, bəli, Azərbaycan məktəb və müəlliminin burada qiyməti, əməyinin dəyəri ölçüyə gəlməzdi. Ona görə həmişə bir ifadəm var. Məhz Azərbaycan məktəb və müəllimi böyük hörmətə və diqqətə layiqdir ki, biz bunu həmişə nəzərdə saxlayırıq. İkinci bir məqamda bu müharibə ilə bağlı mən də bir kitab yazdım. Onun adını çox maraqlı qoydum. Zəfərimiz mübarək. Və mən onu hamımıza aid edə bilirsən niyə? Əslində bu qələbəni bizə ilahi qismət elədi. O məlum məsələdir. Bir şans oldu bizə. İkinci, hamı deyir kimi parası ilə, kimi duası ilə, kimi canı ilə, kimi malı ilə biz bir yumruq ola bildik. Bax, ona görə dediyiniz sözü o qədər. Və burada mütləq istəyərdim ki, bizi izləyənlərə bir məqamda deyək. Bəli, böyük iş aparıram, mən də şəhid anaları ilə görüşürəm. Var mənim elə şəhid anası 2 evladını itirib. Siz təsəvvür edirsiniz. Və hər gün mən çalışıram ki, onunla bir balaca danışım. Və hər görüşümdə də deyirəm ki, siz yaşayın. Yaşayın ki, yaşadın evladlarınızı. Bu bizim borcumuzdur əslində. Bax, bu mənada indi ən çox istədiyim bir şey var. Bax, sizlə bərabər biz təsirçə müraciət edirik ki, bu qələbənin qorunması üçün indi bax, bizim bir olmaq, yumruq olmaq çox önəmlidir. Çünki bizim sağda, solda, bəzən içimizdə naxələflərimiz var da. Ona görə unutmaq olmaz ki, o məkirli siyasət dəyişməyə bilər. Amma biz onun arzusunda bizim bir-birimizi sevməyimiz, sevgi ilə qorumağımız, vətənimizi, dilimizi, dinimizi, insanlarımızı, bu bizim qələbəmizin məhək daşı olacaq. Şəhidinə hörmət, qasinə diqqət, insana məhəbbət bizim prioritet istiqamətlərimiz kimi gərəkdir ki, yadda salınsın. Buyurun, zəhmət olmasa. Zülfiyə müəllimə, mən bir məqamı şəhidlərlə bağlı demək istəyirəm. Günlərin bir günü idi, siz bilirsiniz də mən Tovuz rayonunun Düzqırıqlı kəndinin gəliniyəm. O elində böyük ziyalıları var və o ziyalılardan biri də bizim qeyrətli qızımız, bəli, vətənpərvər, şair, həkim, hüquqşünas qızımız, millət vəkili olmuş Qəmrəxan Paşayevanın yas mərasimində idik. Qismət elə gətirmişdi, mən şəhid anaları ilə eyni masa arxasında əyləşmişdim. Həqiqətən həm çox ağır, həm də çox qürur verici idi. Ağır idi ona görə ki, mən o anaların qara örtükləri, qara geyimləri, yaxalarında cavan şəhid balalarının şəkli. Bu həqiqətən o mənzərəni izlədikcə mənim köksümdə bir ağrı yaradırdı. Amma eyni zamanda da qürurluydu. Mən qəhrəman analarla, qəhrəman övladların anaları ilə, şəhid anaları ilə bir masa arxasındaydım. Orada bir məqam diqqətimi çəkdi. Mənim cınaq, belə deyək, qonşum, xanım, şəhid anası mənə oğlunun necə
Murov dağda cəsədini bəli axtardığını danışırdı. Deyirdi, mən 8 ay oğlumun cəsədini Murov dağı cırmaqlaya axtarmışam. Çox təsirli an idi mənim üçün və nəhayət mən 8 aydan sonra oğlumun mundirini tapmışam və onu gətirib dəfn eləyib qurban kəsmişəm. Ana özünün belə deyək, o övlad intizarını məhz o mundir bastırılmış qəbir daşında axtarır və ona özünə bir təskinlik tapır. Orada ana məni yola salanda qucaqladı möhkəm. Dedi, o qədər ürəyimə yatdınız müəllimə. Mən istəyirəm ki, mənim şəhidimin balaları böyüsün, siz ona İqtisad Universitetində dərs deyəsiniz. Düzdür, bu kövrək anlar idi mənim üçün, amma mən də o ananı möhkəm qucaqladım, dedim, mən Allahdan ömür yox, möhlət istəyirəm ki, mən şəhidimin balalarına dərs deyim. Bu mənim üçün çox şərəfli olar və müəllimlik fəaliyyətim dövründə ən uca zirvə olar. Əslində, Kəmalə xanım çox düz bir vurğuladı ki, bəli, onların yeri hər zaman bizim başımız üstündədir. Bəli. Bizim onlar qarşısında boyun yükümüz var. Bəli. Hər ana üçün. Amma bunlar hamısı gözəldir və onların ruhu şaddır bu günlərim ki, torpaqlarımız azaddır. 200 ildən sonra bizim vətənimizin sərhədləri tamamlanır. Bunlar hamısı bizim böyük uğurumuzdur. Və indi bizim üçün bir maraqlıdır ki, Kəmalə xanımın ocağında iki oğlu evi var. Bəli. Və bunların həyat yolunda Kəmalə xanımın peşəsinin, həm də atasının peşəsinin rolu nə qədərdir? Təşəkkür edirəm. Zülfiyə müəllimə, əslində 2 oğul yox, Azərbaycan ordusu üçün 2 əsgər böyüyür bizim ocağımızda. Analar oğlu özləri üçün dünyaya gətirmirlər. O analar oğlu vətən üçün dünyaya gətirirlər. Bəli, bizim ocaqda Tovuz elidə tarixi bir yurtdur. Bəli. Qədim yurtdur, qədim türk diyarıdır. Bəli, oradan ancaq cəngavərlər yetişə bilər. Yadınızdadırsa, bizim cənab şəhid generalımız Polad Həşimov da Tovuzun müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid oldu. Cəbhəmizə əks-səda verdi. Bəli. Hər ikisi İqtisad Universitetinin tələbələridir. Digər deməli Polad Həşimov bir yerdə həlak olan İlqar Mirzəyev bu gün doğum günüdür. Allah qəni-qəni rəhmət eləsin. Allah qəni-qəni rəhmət eləsin. Hər ikisinin ruhu şad olsun. Amin. Doğrudan da bu insanlar bizim üçün sözün həqiqi mənzil yaddaşlarda yaşayacaq. Təbii. Könüllərdə yer taxt quran insanlarımızdır. Əslində Zülfiyə müəllimə, o şəhidlər mən deyərdim ölümləri ilə ölməzliyə ucalıblar. Onlar ölməyiblər, onlar yaşayırlar. Nə qədər Azərbaycan xalqı var, nə qədər bizlər varıq. Onların xatirəsi bizlərin qəlbimizdə daim yaşayacaq. Onlar ölümləri ilə ölməzlik qazanmış insanlardılar. Çox düzdür. Və bəli, onların hər ikisi, mənim atam deyirdi ki, mən övladlarımı cəmiyyət üçün. Bəli. Düşünürəm ki, heç bir valideyn övladı cəmiyyətə çıxmayana qədər deyə bilməz ki, mən necə övlad böyütmüşəm. Təbii, bugün mən deyə bilmərəm, mən necə övlad böyütmüşəm. Ələxsus sizin qarşınızda bunu deyə bilmərəm. Əməkdar müəllim, kifayət qədər həyat və müəllimlik təcrübəsi, insanlıq təcrübəsi olan Zülfiyə müəllimənin qarşısında. Amma hər ikisi tələbədirlər. Hər ikisi İqtisad Universitetinin tələbəsidirlər. Deməli, öz peşənizi sevildə bilmişsiniz evladlarınıza. Bəli. Demək, böyük övladım İlkin Emiloğlu Əliyev İqtisad Universitetinin sabah qruplarında 4-cü kursda təhsil alır, bakalavr təhsilini bitirmək üzrədir, qida mühəndisi olmaq arzusundadır. Digər övladım Vahid Emiloğlu Əliyev, o maliyyə ixtisasında 1-ci kursdadır. Təhsil alır, bakalavr Kəmalə xanım, söhbətimizin çox şirin yerinə gəldik. Mən keçən dəfədə bizim çox hörmətli Maya xanımı təqdim eləyəndə əvvəla demək istəyirəm ki, elə Kəmalə xanım da Azərbaycan ziyalıları kitabının qəhrəmanlarından biridir. Orada onun da xüsusi bir məlumatı toplaşılıb. Bax,
Cəmiyyət elə hamı bizə baxır da. Gənc ailələr var, gənclərimiz var. Bir ailə modelində istəyərdim ki, bax bir ali təhsilli, yetkin, elmi dərəcəsi olan bir Kəmalə xanımın ailəsində məlum oldu ki, həyat yoldaşı da öz ixtisası üzrə olan bir bəylə ailə qurmusunuz və 2 də evlad var. Bax, Kəmalə xanım bir evdar xanım kimi tərəfinə görək və bir də görək ki, o ailədə o necə idarə eləyir, bax, onu necə bölüşdürür. Çünki nəyə görə mən bunu deyirəm, mənim də xoşbəxtlikdən gətirdi 2-ci təhsilim iqtisadiyyatla bağlı olduğu zaman biz yeni bir fən yaranırdı. İqtisadiyyatın əsasları orta məktəbdə deməyə. 2-ci təhsildə mən nəsə məsləhət oldu ki, bizim keçmiş rektor Ramiz Məmmədzadə ki, müəllimə, siz bura gəlin, biz sizdən buraxmayacağıq, biz də qalıb işləyəcəksiniz. Dedim, yaxşı, olar. Və o təhsili mən alanda inanın ki, mən qəti qərarlaşdım ki, və hətta o zaman televizdə bir çəkilişdə gəlmişdi. Dedim, mənə belə gəlir ki, hər bir insanın iqtisadi biliklərdə olması çox önəmlidir. Çünki əslində bütün cəmiyyətin, bütün ailənin bünövrəsində durur da iqtisadiyyat. Onun idarə olunmasında o qədər maraqlı nüanslar var ki, bəlkə də biz onun çoxuna fikir verməmişik. Amma əsl belə o işini bilən xanım, bəy, öz evində bunu rahat qura bilir. Və bizim Kəmalə xanımın biraz biz mətbəxinə gələk, biraz da ailəsinə gələk. Bilirsiniz, Zülfiyə müəllimə, ailə biz Azərbaycanlı xalq üçün, Azərbaycanlılar üçün özəl. Bəli, çox önəmli və müqəddəs bir məqamdır. Və ailə insanın, belə deyək də, elə yeridir ki, ailə qorunmalıdır. Ailənin qorunmasının başlıca amillərindən biri də ailə iqtisadiyyatının düzgün idarə olunmasıdır. Buyurun. Çünki ailə kiçik bir dövlətdir. Bəli. Bəli. Və təbii ki, elmi, pedaqoji fəaliyyətlə məşğul olmaq, dediyiniz kimi belə əsərləri yazmaq, yaratmaq, bunlar elə bir qismidir. Çünki mənim 130-dan artıq əsərim var, məqalələrim var. Məqalələrimin böyük əksəriyyəti xarici Scopus, Web of Science, YEPSCO platformalarında, elmi platformalarında, yüksək nüfuzlu jurnallarda dərc olunubdur. Təbii ki, bunlar hamısı vaxt istəyir insandan və insanı evdə başa düşən ailə üzvləri. Və bəli, mən bütün uğurlarım üçün uşaqlarımın atasına, ömürgün dostuma və eyni zamanda da övladlarıma borcluyam. Çünki onların dəstəyi olmasaydı, onlar məni zamanında düzgün anlamasaydılar və məni bu işə həvəsləndirməsəydilər, şərait yaratmasaydılar, təbii ki, belə deyək, sözün əsl mənasında arxamda dayanmasaydılar, təbii ki, mən bugünkü Kəmalə xanım ola bilməzdim. Və xoşbəxtçiliyim onda olub ki, mənim yaxşı müəllimlərim olub. Deyir, valideynimə borcluyam ona görə ki, onlar məni yer üzərinə gətirib, müəllimlərimə ona görə borcluyam ki, onlar məni yerdən göyə qaldırıblar. Birinci, mənim ilk ibtidai sinif müəlliməm, Respublikanın əməkdar müəlliməsi Əlvan xanım Şirinova. Bəli. Mən ondan müəllimliyin və eyni zamanda anamla yanaşı analığın, xanımlığın böyük təcrübəsini götürmüşdüm uşaqlığımla. Yoldaşımın anasından evdarlığı və ev təsərrüfatını idarə etməyi, bəli, həm anamdan, həm qaynanamdan, belə deyək, və eyni zamanda xanım müəllimələrimdən öyrənmişdim. Və elə bir, belə deyək, məqam var, mətbəxə dediz toxunaq. Bəli, mən xoşluyuram evdə xörəkləri özüm hazırlayım. Xörək hazırlamağı da sevirəm, evdarlığı da sevirəm və gəlirik ailənin qorunması məqamlarına, bəli, ailə təsərrüfatı düzgün idarə olunmalıdır. Bunun üçün ailədə, evdə ailə üzvlərinin arzuları düzgün tənzimlənməlidir. Bəli, münasibətlər gözəl olmalıdır. Çünki əgər ailədə ata, ana öz, belə deyək, səxavətlilik nöqteyi nəzərindən
məsələn, pulu düzgün idarə etməsələr, daha çox xərcləsələr, sabahki günü düşünməsələr, bu ailədə, evdə yersiz söz-söhbətlərə səbəb ola bilər, ailənin psixoloji iqlimini korlaya bilər, münaqişələrə gətirib səbəb ola bilər və bu da dolayısıyla ailənin məhvinə, ailənin süqutuna gətirə bilər və ortada övladlar əziyyət çəkə bilər. Bu baxımdan bəli, ailə iqtisadiyyatı və ailə təsərrüfatı doğru düzgün idarə olunmalıdır, ailə büdcəsi qorunmalıdır. Əgər belə deyək, bunun üçün ailənin maliyyə planlamasına mütləq uşaqlar da cəlb olunmalıdır. Onlar da valideynlərinin ehtiyaclarını, qayğılarını görməlidirlər, düşünməlidirlər və öz arzularına hardasa müəyyən bir sərhədlər qoymalıdırlar. Atanın, ananın ehtiyaclarını önə çəkməlidirlər və belə olduğu təqdirdə təbii ki, o ailədə, o ocaqda, süfrənin üzərində sülh göyərçinləri uça bilər. Nə gözəl. Kəmalə xanım, əslində mən bu sualı sizə təsadüfi vermədim. Yəni, bəzən deyirdim ki, nəcəb məndən soruşmuş ki, Zülfiyə müəllimə, sən digərlərdən fərqli olan nəyə çox fikir veribsən? Nəyin tədrisindən? Mən mühit məsələ və ünsiyyət məsələsini həmişə diqqətə saxlamışam. O mühit harda olur? Bax, təsəvvür ki, bütün dünya hamısı ailədən ibarətdir. O ailədə, o mühit, saf mühit varsa, münasibətlər təmiz isə, o ataya, anaya, evladlara münasibətlərdə sözün həqiqi mənasında böyük bir sevgi varsa, mən belə deyirdim, əgər səhər tezdən hamı durursa, öz ibadətini eləyən, öz işini görən və bir süfrə arxasına yılandan sonra biz Bismillahirrahmanirrahim, öz əlhəmdən qutardıq və bizim qəlbimizdən nə keçir? Yalnız xoş niyyətlər. Sağ gedək, salamat gedək, dünyamız salamat olsun. Bax, ona görə bunu deyirəm ki, bir də təkrar edirəm. Məni eşidən dinləyicilərimiz də bu barədə fikirləşsinlər. Əgər bütün ailələrdə, bütün insanlar bu cür fikirləşsəydilər, bax, bugün bəşəriyyət olum ölüm dileması qarşısına qalardı mı? Xeyr. Təbii ki, qalmazdı. Bax, ona görə o məqamı çox gözəl mən, o qədər belə xoş oldu sizin təhliliniz. Və bu təhlildə bilirsiniz, həm bir elm adamının, həm bir ev xanımının, bir qadının münasibətləri. Çünki aşıq üz görən yerə gedir deyir də bizdə. Xoşbəxt o insandır ki, səhər işinə tələsir, axşam evinə tələsir. Və orada o düzdür, kişi o evin qoruyucusudur, sütunudur, buna danmaq olmaz, bunu hər dəfə mən təkrar edirəm. Amma qadın bütün o idarə işində, o uşağında, o yoldaşında yerin bilirsə, o münasibətləri qurursa, orada xoş bir aura var, bir rahatçılıq var. Çünki biz harada getsək, bizim ən son dincələcəyimiz yer bizim evimizdir. Və həm də ona gəlmək istəyirəm də, bizim daha böyük evimiz bizim vətənimizdir. Bax, bu vətənin qorunması üçün, bu vətənin çiçəklənməsi üçün bizim hər birimizin boyun yükü var. Və ilk növbədə cəmiyyətdə bunun daşıyıcısı təhsil sistemidir və təhsil sisteminin qüruru, özəyi müəllimdir. Pedaqoji heyətdir. Və ona görə də bir daha demək istəyərdim ki, hər birimizə gəlin Allahın bizə bəxş elədiyi bu zəngin vətənimizi, bu sözün həqiqi mənasında şərq ilə qərb arasında qapı olan, dünya üçün böyük ipək yol olan, altı sərvət, üstü sərvət, ən böyük sərvəti insan olan bu vətəni sevək. Allahın yaratdıqlarını sevək və sevgi ilə qoruyaq və unutmayaq. Biz bir canıq, bir olanda bilin varıq. Bu canları sevmək bizim Allahın bizə qoyduğu əmanətləri sevmək deməkdir. Kişi də əmanətdir, qadın da, uşaq da, təbiət də, cəmiyyət də. Bax, bugün biz bura çox böyük məsuliyyət daşıyırıq və ona görə mən çox şad oldum ki, hörmətli izləyicilərimiz, bizim bugünkü deməli, verilişimizə dəvət elədiyimiz İqtisad Universitetinin İqtisadiyyat üzrə fəlsəfə doktoru doçent Kəmalə xanımın çıxışlar, sözləri inanın ki, bizim qəlbimizdə bir fərəh hissi doğurdu. Mən elədir ki, sizin bu tövsiyələriniz həm də bizim gənclər üçündür, yeni ailə quracaq insanlarımız üçündür, hər bir oğlanımız, qızımız üçündür.
Ümumiyyətlə Azərbaycan vətəndaşı üçündür də. Bəli, bəli. Vətəndaşı olanlar üçündür. bəli. İstəyərdim ki, son olaraq Kəmalə xanım siz də öz sözlərinizi deyəsiniz və biz yavaş-yavaş yekunlaşaq. Olar. Demək, Zülfiyə xanım, gənclərə tövsiyələrimiz deyirsiniz. Məsələn, mən burada bir neçə misra ilə fikrimi ifadə etmək Buyurun. istəyirəm. Demək, seçilən adları zirvəyə taxdım. Ən uca yer düşdü ana adına. Bəli. Bütün taamların dadına baxdım. Çatan olmadı ana dadına. Bəli, mən nə üçün dedim? Kifayət qədər adlarım var. Mənim üçün isə ən ali ad Bəli. ana adıdır. Bəli, bəli. Və mən xoşbəxt müəlliməyəm ki, mənim tələbələrimin əksəriyyəti mənə gözəl anamız deyə çağırırlar. Və bunu qazandığım üçün çox xoşbəxtəm. Çox gözəl. Nə gözəl ki, mən belə doğulmuşam, mən belə böyümüşəm. Çünki çox uşaqlı ailədə böyümüşəm. Bəlkə bu insanlara mehirlə, məhəbbətlə yanaşmaq da ondan irəli gəlir. Gözəl bir ailənin gəlini olmuşam. Bəlkə bu ondan irəli gəlir deyə bilmərəm. Mən gənclərimizə tövsiyəm odur ki, bir balaca səbirli olun, bir balaca hövsələli olun, bir balaca dözümlü olun. Hər şey daha da yaxşı olacaq. Vətənimiz bugün tam bütövdür. Bu bizi nə qədər xoşbəxt edir. Bəli, bəli. Bu yaxınlarda Türk Dünyası Uluslararası Mühəndislik Zirvəsi adlı bir konfransa qatılmışdım. Orada Türkiyə Respublikasının millət vəkili, Ana Vətən Partiyasının sədri çıxış edərək dedi ki, biz türklər tarixən torpaqlar itirmişik, amma geri qaytarmamışıq. Türk dünyasında yeganə sərkərdədir ki, cənab möhtərəm prezidentimiz İlham Əliyev yeganə türk sərkərdəsidir ki, o itirilmiş torpaqları, işğal olunmuş Qarabağı geri qaytarıb. Bu böyük tarixdir. Türk dünyasının tarixində böyük tarixdir ki, biz öz işğal olunmuş torpaqlarımızı geri qaytararaq öz respublikamızın ərazisinin suverenliyini bərpa etmişik və biz tam bütöv Azərbaycanıq. Mən eyni zamanda xoşbəxtəm ki, məhz Səlyan rayonunda doğulmuşam. Səlyan rayonunun çox böyük ziyalıları var və onlardan Xəlil Rza Ulutürkü heç unutmaq olmaz. Bəli, bəli. Xəlil Rza Ulutürk o zaman yazırdı, Azad Azərbaycanım. Mən deyirəm, Xəlil Rza Ulutürk bu gün sağ olsaydı, deyərdi, mənim bütöv Azərbaycanım. Yəqin ki, bir əsərini də bu cür yazardı. Dahi Xəlil Rzadan bir neçə misra əgər icazə versəydiniz deyərdim. Xəlil Rza Ulutürk deyirdi, dünyada nə fitnə qalacaq, nə fəsad qalacaq, əsl insanlardan əsər qalacaq. Dəniz çör-çöpü sahilə tullayacaq. Dənizin dibində gövhər qalacaq. Mən düşünürəm ki, bizim respublikamızda, bizim doğma vətənimiz Azərbaycanda dənizin dibindəki gövhərlər qədər daim mövcud olacaq, daim parlaq olacaq. Ona görə gənclərimiz ümidli olmalıdırlar. Gənclərimiz yaşamaq üçün, yaratmaq üçün həvəsli olmalıdırlar və vətənimizin təəssübkeşliyini çəkmək üçün, vətənimizi qorumaq üçün daim cənab prezidentimizin ətrafında cəm olmalıdırlar. Çox təşəkkür edirəm Kəmalə xanım. Bəli, bugün bəşəriyyətin, insanın, insanlığın qorunması kimi böyük bir missiya durur qarşımızda. Dünyanın ən gözəl sözlərini deyə bilərik. Çünki ilahi yaratdığını o qədər saf, o qədər gözəl, o qədər sağlam yaratdı ki, istəyir təbiətimizi, istəyir bütün canlılarımızı. Bax, indi görün, bu gözəlliyin qorunması üçün bugün müraciət edirik hər bir insanımıza. Özünü sev, hörmət elə, öz-özünə diqqət elə, özün sevən haqqın sevər, haqqın yolu ilə gedər. Düz yoldur. Bax, bu yolda bizim cihadımız həmişə olub, bugün də var, sabah da olacaq. Və ona görə də çox təşəkkür edirəm. Öz xalqımıza, öz insanlarımıza, o şəhid valideynlərimizə, o qazilərimizə həmişə deyirəm, bu dünyanın xilasına bir gözəllik,
bir məhəbbət gərəkdir. Bəli. Duyub qiymətləndirən bircə insan gərəkdir. Axı dünya bir dedin də bir, kitab da bir, insan da bir, Allah da bir. Allah bizi pür kəmallı yaratdı, sağlam yaratdı. Bizə yeri, göyü, səmanı eləcə verdi də. Heç təmanna da Olmadı, bircə dənə təmannası var. Deyir ki, mənim əmanətlərimi qoruyun. Bəli. Bəli, bu əmanət. Yer də, göy də əmanət. Təbiət, cəmiyyət də əmanət. Ən böyük əmanəti bizim insandır ki, bizim digər peşələrdən bir gözəl fərqimiz var. Bəli. Biz birbaşa insanla işləyirik. Ona görə bizim insan sevgimiz daha çox olmalıdır. Mənə elə gəlir ki, bir müəllim olaraq, bir peşəkar olaraq biz bunu bacarırıq. Bizim çox qiymətli müəllimlərimiz var. Mən bugün onlardan bir daha üstüb deyirəm. Sizin əməyiniz danılmazdır, əziz müəllimlərimiz. Bəli, bəli. Qabaqcıl müəllimlərimizi, iş olan hər birini dəvət edirəm. Bu verilişə sizi tanıtmaq bizim borcumuzdur. Bəli. Sağ olun, var olun. Sağ olun, hörmətli izləyicilərimiz. Növbəti görüşə qədər.